Deməli, topuldan baxırıq uşaqlar 26 nömrədən sola. Deyir, M üstə gələn bərabərdir 56 və Ekob M-in bərabərdir 105 şərtlərini ödəyən M və N natural ədədlərinin kiçiyini tapın. Uşaqlar, bax, bu sualı həll etmək üçün biz bilirik ki, Ekob əgər M-N üçün 105 verilibsə, deməli 105 ədədi həm M-ə də bölünür, N-ə də bölünür və burada verilən 105 sadə vuruqların birləşməsidir. Yəni, həm N-in, həm də N-in. Aydındır. Yəni, hər ikisinin vuruqlarını birləşdirib 105 almışam. Mən də deyirəm ki, 3 vurulsun 5 vurulsun 7. Düzdür? 105-in sadə vuruqları ayrışı budur. Mənə deyir ki, bu ədədləri toplayanda 56 eləməlidir. İndi mən deyirəm ki, burada belə götürəcəyik uşaqlar. Baxın, 3 vurulsun 5. Neçə eləyəcək? 15. Düzdür? Tutalım ki, M ədədi budur. Bu olsun M ədədimiz. N ədədi də bu olsun. 5 vurulsun 7. Yəni, təhlil eləməklə həll eləyim. 35. Bunları toplasam heç 56 eləyər? Eləməz. Düzdür? Ona görə də deməli cavab bu deyil. Yəni, bunları götürməyəcəm. Ona görə mən nə edirəm uşaqlar? 3 ilə 7-ni götürürəm. 3-ü 7-yə vursam 21 eləyər. Tutaq ki, bu M-dir. M olsun 21. Bir də 5 vurulsun 7. Yəni, bu da N-dir. N də olsun 35. Həqiqətən bunları toplayanda 56 eləyir. Düzdür? Bunlardan da ən kiçiyi 21 olduğuna görə cavab olur 21. İpsiyo.